ChatGPT-də effektiv prompt yazmağın 3 incəliyi. AI-in gücündən belə istifadə et. Salam, mən Elgün Qacar. Gündəlik həyatımızda insanlar AI botuna girir, qısa və qeyri-dəqiq suallar soruşur və normal olaraq AI botu isə ümumi bir cavab verir. Sonra insanlar düşünür ki, bu nə cavab idi? İnsanlar bunu bilmir ki, burada problem AI botunda deyil, insanın özündədir. Burada 3 incəlik var ki, sən bu incəliyi bilməsən, AI botu heç bir zaman sənin istədiyin cavabı verməyəcək. Konkret ol. Məsələn, mənim 30 yaşım var və mən işimi dəyişməkdən qorxuram. Mənə 3 konkret motivasiya ver, kontekst ver. AI-ya vəziyyətini anlat, ona görə dəqiq cavab alacaqsan. Nəticəni qeyd et. Cavabı sənə faydalı olması üçün nə gözlədiyini bildirməlisən. Bu promptların tam siyahısına və onların necə işlədiyini dərindən bilmək istəyirsənsə, rəy bölməsində plus yazmanın kifayətdir. Mən sənə xüsusi PDF göndərəcəm. Səhifəni bəyən, paylaş və izləməyi unutma. Gələcək bizimlə.